sabahınız xeyir, hamını salamlayıram. Bugün bizdə deməli Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatından Dövlət Dəstəyi Agentliyinin köməyi ilə qonaqlar təşrif buyurublar. Deməli, Çingiz müəllim bizdə Vərəmsiz Gələcəyə Doğru Qeyri-Hökumət Təşkilatının rəhbəridir. Deməli, onların bizim pasientlərə həmişə çox böyük dəstək olub, çox böyük kömək olub. Mən özüm də neçə bir 10 ildən 15 ilə yaxındır ki, Çingiz müəllimgindən işləyirəm. Yəni bizim birgə layihələrimiz, birgə işlərimiz çox olub və bizə şəxsən mənə və mən əvvəl işlədiyim müəssisələrə çox böyük töhfəsi və kömək olub. Məzəran xanım və siz də xoş gəlmişsiniz, çox sağ olun. Siz də bu təşkilatın işçisiniz. Bir gün onlar bizdə deməli təlim keçəcəklər. Xahiş edirəm, yəni siz də diqqətli olun, baxın. Yəni bu təlim nəticəsində bizim çox şey gəlməyə imkanımız var. Şimdi mən sizi də salamlayıram, Mətən xanım, sizi də salamlayıram. Buyurun. Çox sağ olun Samir müəllim. Rəhbər kimi, müəssisənin rəhbəri kimi bizi dəvət elədiniz, eviyyəsiz. Eləcə də sizin strukturun işçilərini də salamlayırıq öz növbəmizdə. Eyni zamanda pasientlərimizi, tibb bacılarımızı, hamısını. Çox sağ olun ki, gözəl belə qəbul edərdiniz. Deməli, biz başlanğıcda hər dəfə olduğu kimi, olduğumuz müəssisələrdə birinci özümüz haqqında məlumat veririk ki, yəni biz hansı missiya ilə gəlmişik, nə üçün biz mövcuduq, belə deyək, və işimiz nədir? Tanışlıq belə başlayır. Mənim adım Çingiz Ramazanlı. Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyinin rəhbəriyəm. Deməli, təşkilat qeyri-hökumət təşkilatıdır. Əvvəla məlumatı olmayanlar üçün deyim, qeyri-hökumət təşkilatları təsis olunur dövlət strukturlarına yardım etmək üçün müəyyən bir sahələr üzrə. Məsəl üçün, biz tibb sahəsi üzrəyik. Səhiyyə yönümlü qeyri-hökumət təşkilatları ölkənin aparıcı səhiyyə qurumu ilə əməkdaşlıq edirlər, eləməni edirlər və eyni zamanda da onlar öz töhfəsini verirlər. Bizim töhfə müalicə işi deyil, müayinə işi deyil. Bizim töhfə onu qədər də vacib olan maarifləndirmə işidir. El arasında, ümumiyyətlə, bütün dünyada belə bir yanaşma var. Məlumatlıyamsa, deməli, mən güclüyəm. Yəni, müalicə qədər bir əhəmiyyətli rol oynayır. Belə götürəndə, hətta obrazı da desək və ya birbaşa da desək, peyvənd kimi bir rol oynayır. Yəni, nəyə görə maarifləndirmənin özü xəstəlikdən qorunmanın bir üsuludur. Ona görə biz bu sahə ilə gəlmişik, sizdə çıxış edirik, bax belə sizin qarşınızda. Eyni zamanda da nəzərinizə çatdırırıq ki, layihələr hamısı, qeyri-hökumət təşkilatlarının layihələri müəyyən bir donorla maliyyələşdirilir. Yəni özlərinin maliyyəsi olmur, donor vasitəsindən çıxış edirlər. Bizə hal-hazırda Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi milli donorumuzdur. Həmin milli donor vasitəsilə çıxış edirik biz, yəni onun maliyyə dəstəyindən. Bugün sizə gəlmişik, bu layihəni onlar maliyyə tərəfindən təsdiqləyir. Yəni, heç birimizin də yəqin narazılığımız olmaz. Orada Zoom görüntüsündən agentlik bizə qoşula bilər, istənilən zaman baxa bilərlər. Yəni, o onların hüququdur. Bizim təlimçimiz Mətanət Qaraxanovadır. Tibb işçiləri də tanıyırlar. Ümumiyyətlə, ictimaiyyət də artıq tanı bilər. O çoxdandır, bizdən də çox, bizim təşkilatdan da çox qabaq ictimai sektorda çalışır. Həm dövlət, həm ictimai sektorda. Özü professional həkimdir və bugün hal-hazırda sizlə bir yerdə biz gəlib çıxış edəcəyik. Sizinlə bax bu maarifləndirmə işi barəsində. Ona görə pasientlərimizdən də, tibb işçilərimizdən də artıq nəzər xahiş edirik. Gəlin interaktiv olaq. İstənilən anda kimin sualı yaransa əlini qaldırsın, sual versin. Mənə, təlimçiyə, kimə ünvanlasa sualını, yəni suallarınızı verin, çəkinməyin. Bu bizə əksinə, bu bizə xoşdur ki, biz bilirik ki, maraqlı sahə hansı tərəfdir. Həmin ətrafda daha çox danışmağa. Mövzu daxilində istənilən sualı verə bilərsiniz. Eyni zamanda QHT kimi, QHT rəhbəri kimi, onu da ben deyim, unutmayayım onu ki, təşkilatımızın maarifləndirmə sahəsi müəyyən bir hissədir. Yəni, fəaliyyətimizdə təkcə maarifləndirmə deyil. İndi mən sözü verirəm bizim təlimçiyə. Təlimçimiz bizim təlim prosesinə başlayacaq və hər birimizdə kim də nə sual alsa, yəni çox deyirəm, onu desinlər. Mən də hər birinizi salamlayıram, xoş gördük. Səmimi etiraf etmək istəyirəm ki, biz vərəmlə mübarizədə bir tədbirlərdə doğrudan da sizi düşünərək bura gəlirik. Çünki məlumatlandırma çox önəmlidir. Bəzi insanlar o doğru məlumatların əldə etməsində çətinlik çəkirlər. Ona görə biz istəyərdik ki, bu məlumatları sizə çatdıraq və siz də əgər sualınız olsa bizə verərsiniz. Ümumiyyətlə, vərəm dünyada
Bu gün vərəmdən danışacağıq. Səmimi danışacağıq. Elə sözləri eşidəcəksiniz ki, bəlkə onlar sizi narahat edə bilər. Ancaq biz doğru danışmalıyıq. Olan bir şeyləri danışmalıyıq ki, bizdə olan o narahatçılıqlara, suallara cavablar tapaq. Ona görə xahiş edirəm, fəal olaq və əgər sizi narahat edən məqamlar varsa, səsləndirin onu. Çünki o sizin üçün də bir növ rahatlıq da bir məqamı kimi baxmaq lazımdır buna. Vərəm dünyada təhlükəli və geniş yayılan bir xəstəlikdir. Bugün dünyada bir qlobal bir problem olaraq qalmaqdadır. Baxmayaraq ki, 21-ci əsrdir, ancaq yenə də vərəm həddindən artıq çox yayılıb və Azərbaycanda da bu xəstəlik çox geniş yayılıb. Heç geridə deyilik Azərbaycan, o ölkə olaraq. Və yoluxucu xəstəliklər arasında ölümə səbəb olan birinci sıralarda olan xəstəlikdir. Ümumiyyətlə, vərəmin törədiciləri var. Hardan yaranır? Necə yoluxur insan? Nələr, hansı mikobakteriyalar, belə adlanır. Mikobakteriyalar. Ya da deyirlər vərəm çöpləri. Daha çox insanlar arasında vərəm çöpləri. İndi tibb tərəfindən mikobakteriyalar adlanır və tuberkuloz, yəni vərəmin mikobakteriyaları tərəfindən törədilən bir xəstəlikdir. Dünyada qeyd etdiyim kimi çox geniş yayılıb. Dünya əhalisinin 1/3 hissəsi vərəm mikobakteriyaları yoluxub. Ancaq hər il dünyada 10 milyon insan dünyasını dəyişir bu xəstəlikdən. Bu artıq statistikadır. Və çox vaxt statistikaya diqqət etmirlər, düşünürlər rəqəmi neynirəm. Ancaq rəqəmlər bizə çox şeyləri göstərir. Dövlət rəhbərliklərinə və tibbi xidmətə ki, biz nə edirik, nəticələr nədir, keçən il nə qədər idi, bu il nə qədərdir, yəni baxsınlar, görsünlər o xidmət necə işləyir. 2-3 milyon insan isə bu xəstəlikdən dünyasını dəyişir hər il. 10 milyon yoluxur, ancaq 2-3 milyon insan dünyasını dəyişir. Hər 10-15 nəfər saniyə ərzində bir aktiv vərəmli xəstə neçə insanı yoluxdura bilər? Çox insanı yoluxdura bilər. Artıq biz bunu da görürük ki, insanlar insandan yoluxurlar. İnsandan yoluxurlar və söhbət aktiv vərəmlə gedir. 2024-cü ildən isə vərəmlə 10,7 milyon insan xəstələnir. Yəni xəstələnmə hələ də davam edir. 2023-cü ildə isə 1,25 milyon insanlar vərəmdən dünyasını dəyişmirlər. Yəni biz başa düşürük ki, təhlükəli bir xəstəlikdir, ancaq qarşısı alına bilən xəstəlikdir, müalicə oluna bilən bir xəstəlikdir. Keçdi o vaxt ki, vərəm qorxuludur. Vərəm adı gələndə artıq insanlar, bəlkə sizin aranızda da istəyərdi paylaşasınız sonra. Nə hissləri keçirtmişsiniz sizə vərəm diaqnozu qoyulanda? Yəni bu narahat edən məsələdir. Ancaq biz doğru məlumatları bilməliyik ki, artıq qorxmayaq. Müalicəni doğru şəkildə davam edək və müalicəni bitirək. Vərəmin yayılması da bizi narahat edən bir məsələdir. Çünki hansı yolla yoluxmaq olar? Vərəmə hansı yolla yoluxurlar? Ha? Hava yolundan, əla. Hava damcı yolundan, tamamilə doğrudur. İndi baxın, havanı necə mən tutum, saxlayım, yoluxmuyum? Edə bilmərəm, ancaq mən özüm insan olaraq, düzdür, infeksion nəzarət, o başqa sistemə aid olan məsələləri mən toxunmuram, çünki o başqa bir şeydir. Biz nə edə bilərik? İnsanlar nə edə bilir? Tamamilə doğrudur. Gigiyenik qaydalara riayət etmək, məsafə saxlamaq, maska taxmaq, vaxtında aşkarlamaq, vaxtında müalicəyə başlamaq və bitirmək. Baxın, öskürərkən xəstələr, aktiv xəstələr, öskürərkən, askırarkən, danışarkən, onlar bunları yayırlar. Hara yayırlar? Havaya yayırlar. Düzdürmü? Və biz də sağlam insanlar o havayla nəfəs alırıq və əgər bizim immunitetimiz ya da o mikobakteriyaların güclü və həcmi çoxdursa, təsəvvür eləyin həcmi çoxdur, qapalı bir otaqda, günəş şüaları yox, nəmişlik, əlbəttə burada yoluxma ehtimalı çox olacaq, düzdürmü? Ona görə biz bütün bu gigiyenik nəzarət, infeksiya nəzarət məsələləri çox doğru bilməliyik və icra etməliyik. Aktiv vərəm xəstəsi sutka ərzində 7 milyarda qədər mikrobakteriyalar ifraz edir.
7 milyar nə rəqəmdir? Azdır, çoxdur. Əlbəttə çoxdur. Belə xəstə söhbət zamanı 200, öskürək zamanı 3500, asqırma zamanı isə 4500 milyona qədər mikobakteriyalar ifraz edir. Ona görə həkimlərlə görüşəndə həkimlər zaten sizə bütün bu profilaktik tədbirləri səsləndirirlər və siz də onlara riayət etməlisiniz. Maska taxmalıyıq, məsafə saxlamalıyıq. İnsanın vərəm xəstəliyinə yoluxma hansı yolla daha çox baş verir? Hava damcı yolla, tamamilə doğru. Başqa yollar da var, çox nadir. İrsi xəstəlikdir. Mən sizlə istəyərdim bu sualı yadınızda saxlayarsınız. Biz sonra danışarıq, yaxşımı? İrsi xəstəlik deyil, yoluxma insan aktiv vərəm xəstəsini yoluxdurur. İrsi başqa bir xəstəliklər, irsi xəstəliklər adlanır. Ancaq yoluxdurucu irsi ola bilməz. Əgər atadan, anadan, ata aktiv vərəm xəstəsidirsə, o ötürə bilər, o yoluxdura bilər. Bu da irsi sayılmır. İrsi deməli o insanın genində olan, Şəkər xəstəliyi məsələn. Tamamilə doğrudur. O genində olan o dəyişiklik, indi başqa xəstəliklər də var. Talasemiyadır, gemofiliyadır. Onların genində o geni daşıyırlar, o xəstəlik genini daşıyırlar. Bizim genlərimiz vərəm çöplərini daşımırlar. Daha çox ağciyər vərəmin tanıyırıq, bilirik, danışırıq. Ancaq başqa orqanlarda zədələnə bilər. Ona görə də böyrəkdə də var, beyində də var, sümük yəni də onurğa və s. dəridə də ola bilər. Yəni bu qarın boşluğunda vərəm, sümük vərəmi var, düzdürmü? Yəni bunlar yayılıb var və ədəbiyyat da göstərir, təcrübə də göstərir. Sadəcə hava damcı yolla yoluxan və o daha ağciyər vərəmi daha çox yayılır. Yoluxma və xəstəlik. Yoluxma yəni latent, gizli gedən, qeyri-aktiv olan vərəm adlanır. Və burada nə baş verir? Orqanizm vərəm çöplərinə yoluxub, ancaq xəstəlik baş vermir, xəstəlik yoxdur. Vərəmə aid simptomlar burada yoxdur. İnsan özünü yaxşı hiss edir, yəni heç bir əlamət göstərmir özünü. Ancaq əgər vaxtında onu etməsən, artıq o əlamətlər nə olacaq? Artacaq, tamamilə doğrudur. Çox təşəkkür edirəm, çox fəal iştirak edirsiniz. Və vərəmə yoluxma artıq biz necə biləcəyik? Ancaq sınaq, mantu sınağı, mantu. Eşitmisiniz bu sınaq haqqında? Eşitmisiniz? Əvvəl Pirke Sovet vaxtındaydı, mantu və diaskin testi var. Bu testlərlə aşkarlamanı müəyyən etmək olur. Yoluxmada nə baş verir? Döş qəfəsi rengenində patologiya görünmür, bəlğəm mənfidir, klinik simptomlar yoxdur, vərəm mikobakteriyaları ifraz etmir. Ancaq xəstəlik baş verəndə, artıq xəstəlik yarananda, artıq burada biz dəyişiklik görəcəyik, simptomları görəcəyik, müsbət BK nəticəni görəcəyik və əlbəttə burada mikobakteriyalar ifraz olunur. Və vərəmin formaları bugün artıq biz bilirik. MDR, XDR, düzdürmü? Rezistent, polirezistent vərəm, adi vərəm. Baxın, bir çox xəstəliklərin kəskin forması və xroniki forması var. Bir çox xəstəlikləri demək olar ki. Baxın, bu xəstəlik nə qədər mürəkkəb bir xəstəlikdir və mürəkkəbliyi tibbi xidmətdən daha çox yox, insanların davranışından asılıdır. İnsanlar o dərmanları tam qəbul etmir və tam o müalicəni bitirmir və başqa formaya keçir. Burada bu amil də var. Ona görə biz narahatıq. Həm tibb işçiləri buna görə narahatdır ki, xəstə tibb işçisi əlindən gələni edir. Ancaq xəstə doğru davranmır və bu xəstəliyin başqa formalarına gətirib çıxardır. Baxın, biz bir layihədə iştirak elədik, rayonlara getdik. Damğalanma ilə bağlı. Acınacaqlı vəziyyətdir. İnsanlar təcrid olunurlar. İndi vərəm xəstəsi, spid xəstəsi olduğu üçün. Niyə onkoloji xəstə gizlətmir? Niyə vərəmi gizlədir? Gizlətməli. Baxmamalıdır. Çünki əgər siz aktiv vərəmli xəstə olsanız, qaydalara riayət etsəniz, maska taxsanız, öpüşməzsiniz, qucaqlaşmazsınız, nə vacib olub?
Əgər biləndən sonra ki, bunlar ancaq yoluxdurmağa yol açır, niyə bunu edək? Düzdürmü? Doğru şəkildə addım atmalıyıq və damğalanma ilə mübarizə aparaq. Dərmanlara davamlı verəm ictimai səhiyyə bir böhranıdır. Biz bunu aradan qaldırsaq, insanlar doğru şəkildə baxın, nədir problem? Dərmanlara davamlı verəmin 5 nəfərindən 2-si cəlb olunur müalicəyə. Deməli, vaxtında aşkarlanmır. Vaxtında aşkarlanmır ya da vaxtında indi siz görəcəksiniz. Vərəmin müalicəsində 6 standart ideal addım var. Onu göstərəcəm sizə. Müalicəni qeyd etdik, simptomları qeyd etdik. Bugün doğrudan da Samir doktor, mən webinarlarınızda iştirak edirəm. Mən çox müsbət baxıram və sevinirəm buna görə. Bizim diaqnostika testlərimiz nə qədərdir? Bugün artıq biz neçə il vərəmlə işləyirik Çingiz müəllim. Biz belə şeyləri görmürdük. Deməli, bu artıq irəliləyiş var. Niyə biz insanlara bunu çatdırmayaq? Niyə insanlar bunu bilməsin və vaxtında diaqnostik tez bir zamanda cavab verir sizə ki, burada var, yoxdur. Ona görə də bütün müalicə də onun üzərində qurulur. Müalicəni vaxtında başlamaq. Əlbəttə, müalicənin başlaması üçün dərmanlar da lazımdır. Doğru məlumatlı razılaşma almalıdır xəstələrdən. Çünki xəstə bilməlidir ki, o bir gün yox, o bir neçə ay müalicə olunacaq. Və o imza atmalıdır ki, o razıdır bu müalicəni almağa. Çünki həkimin də işi ondan asılıdır. Və tam müalicəni bitirmək. Nə baş verir Samir doktor? Xəstələr bir həftə atır, özünü yaxşı hiss edir və sonra dərmanları qəbul etmir və daha da şiddətləşir, daha da ağırlaşır, təhlükə baxımından da daha da təhlükəli olur. Başqa bir məsələni də sizlə paylaşmaq istəyirəm. Bu, Amerika psixoanalitik, psixoloq tərəfindən ehtiyaclar piramidası göstərir. Bütün insanlar fərq eləmir, Amerikalı, Avropalı, Azərbaycanlı, hər kəsin ehtiyacları eynidir. Piramida şəklindədir. Nə üçün piramida şəklində? Çünki nəyə daha çox ehtiyacımız var, onsuz yaşaya bilmərik. Nəyə daha az ehtiyacımız var, onunla yaşaya bilərik. Və deyir ki, fizioloji ehtiyaclar, təhlükəsizliyi müdafiə olunmaq ehtiyacımız, ünsiyyətə olan ehtiyac, qayğıya olan ehtiyac, bilmək, öyrənmək, estetik, gözəl şeyləri görmək ehtiyacımız var və özünü təsdiq etmək ehtiyacı. İndi baxın, bunlar hamı üçün eynidir. Dəyişə biləcəkmi bunlar? Nə dəyişəcək? Dəyişəcək, faiz dəyişəcək. Vərəmli xəstə, istəyir əlilliyi olan şəxs, başqa bir xəstəliyə, onkoloji xəstə, əlbəttə bu ehtiyaclar dəyişiləcək. Əlbəttə ünsiyyət, əgər vərəmli xəstə ünsiyyətə qorxur, ya da onunla qorxurlar ünsiyyətə girmək, əlbəttə o təcrid olunacaq və bu problemləri yaşayacaq. Deməli, onun ehtiyacları ödənilmir. Ehtiyaclar ödənilmir, Samir doktor, nə olacaq? İnsan yaşamayacaq, o xoş olmayacaq ona, o depressiya olacaq, psixi pozuntular olacaq, ruhdan düşəcək. Ona görə çalışaq, doğru şəkildə bu ehtiyaclarımızı qoruyaq və ehtiyaclarımızı ödəyək. Və həlli yolları bugün nədir? Bax, bugün biz çox gözəl bir nümunə göstəririk sizə. Dövlət, qeyri-dövlət, biz bir yerdəyik. Bir yerdəyikmi? Və siz, biz bir yerdəyik. Biz burada ümumi məsələləri danışırıq, xəstəliyə aid olan, dünya səviyyəsində olan məqamlara toxunuruq. Azərbaycanda indi problemlər ola bilər, başqa ölkələrdə problemlər var və onlar bir yerdə danışılmalı, mübarizə bir yerdə aparılmalıdır. Qeyri-hökumət təşkilatı, dövlət tərəfindən. Bugün bizim ölkəmizdə 2000-ci ildə hazırlanan qanunumuz var, vərəm qanunu var. Bilin onu. Çox təəssüf ki, bugün neçənci ildir? 26-cı ildir və 26 il bu qanuna baxılmayıb, yenilənməyib. Ancaq artıq İlham Əliyevin, prezidentimizin qərarı ilə bu qanunun yenilənməsi tövsiyə olunur və qərar verilib. Bu da o deməkdir ki, dövlət, qeyri-dövlət sektor bir yerə oturub və bu qanunun yenilənməsi ilə işləyir. Artıq addımlar başlanıb və daha çox xəstələrin xeyrinə, xəstələri düşünərək, xəstələri nəzərə alaraq bir çox məsələlər olunacaq. İndi biz, bu ümumiyyətlə ilk bizim danışdığımız bir məsələ olmalı idi ki, maariflənmə nə üçün vacibdir?
Sizin üçün maariflənmə önəmlidirmi? Önəmlidirmi maarifləndirmə? Şəxsən mənim üçün önəmli. Çox sağ olun. Ancaq maariflənmə vacibdir. Siz insansız, sağlamlığınızın keşiyində dayanan ilk öncə siz özünüzsüz. Və siz bilməlisiniz ki, ağciyərin funksiyası nədir, qaraciyərin funksiyası nədir, nə üçün ümumiyyətlə orqanizm nə edir? Necə yaşamalıyam ki, sağlam olum, həyat keyfiyyətim yaxşı olsun, ətrafdakılarımdan həyatımı yaşayım, ailədir, insanlardır, iş yerlərində və s. Bu çox önəmlidir. Maariflənmə, mən yenə də təkrarlanıram, sizdən gözləyirik maariflənməni etməyə. Çünki sizin etməyiniz o başqa bir ahəng qatır, başqa bir təsir olur insanlara və bütün dünyada bu metodika işlənilir və biz artıq ölkədə istər milli səviyyədə, istər beynəlxalq səviyyədə biz ölkəmizdə olan vəziyyəti çatdırırıq, müzakirə edirik, orada təcrübə əldə edirik. Yəni koalisiya artıq biləsiniz ki, koalisiya var və koalisiyanın bir üzvü də Çingiz müəllimdir. Daha çox sosial yönümlü fəaliyyətlər edir. Xahiş edirəm, Samir doktor, siz də kömək edin xəstələrə müraciət etmək yolunu onlara öyrədin və çox gözəl bizim prezidentin sözü var. Biz birlikdə güclüyük. Bu hər yerdə işləyə bilər. Və vərəmlə mübarizədə də biz birlikdə güclüyük. Çox sağ olun diqqətinizə görə. Sualınız varsa buyurun. Çox sağ ol Dildi. Allah razı olsun bura gəldiyiniz üçün. Sonra buranın xəstəxanasından çox razıyam. Həkimdən tutmuş xadiməsinə kimi təşəkkür edirəm. Çox gözəl işləyirlər. Çox bizim üçün önəmlidir sizin qiymət verməyiniz. Çünki bu önəmlidir. Çox sağ olun. Biz bundan ötən ilkə 2025-ci ildə orta məktəblərdə pedaqoji işçilərlə, məktəblərlə biz bu layihəni aparmışıq və yenə də sadəcə Bakı məktəblərində apardım. Ancaq biz bunu daha genişləndirib regionlarda aparacağıq. Eyni zamanda vərəmli pasientlər, vərəmdən əziyyət çəkən insanların hüquqları haqqında bəyannamə ilə biz xüsusi layihələrlə müntəzəm olaraq ildə bir dəfə çıxış edirik. O da regionlarda da olur, şəhərdə də olur. Yəni o konkret olaraq bizim təlimçilər orada sizə artıq hüquqlarınız haqqında, yəni hara necə müraciət eləmək olar, hansı formada, həmin problem yarananda siz yanaşmanı necə başa düşməlisiniz. Yəni orada qaydalar var. Yəni hamı elə bilir ki, hüquqda hər şeyi bilir. Biri də mən özüm. Ancaq sonra onun incəliyinə qapılanda baxırsan ki, yox, yanaşma tərzi başqadır. Ona görə dövlət strukturu qəbul eləmir. Nə mənada qəbul eləmir? Yanaşmanı düz saymadığına görə növbəti mərhələyə buraxır ki, yəni ki, dəqiqləşdirilsin. Bu da böyük müddət aparır. Ancaq birinci dəfədən düzgün müraciət eləməyin qaydaları olur. Bu var. Eyni zamanda bizim yaxın bir həkim əməkdaşımız var. Müstəqil həkim, fiziatr, ekspert kimi çıxış edəcək. Sadəcə biz də xahiş eləmişik, dəvət eləsin. Öz sözlərini gəlsin, desin, iştirak eləsin. Əgər həkim, buyurun, zəhmət olmasa. Hamınızı salamlayıram. Vaxt ayırdığınız, gəldiyinizə görə minnətdaram. Bizim burada gəlib bugünkü çıxış eləməyimizin əsas məqsədi ondan ibarətdir ki, yəni birinci növbədə sizin sağlamlığınız, sonrakı da yəni ətraf mühitin, ictimaiyyətin sağlamlığını təmin eləməkdir. Yəni biz belə deyək də, biz həkimlər olaraq demək olar ki, yəni könüllü işçiləri, yəni biz digər həkimlərdən fərqimiz ondan ibarətdir ki, biz xüsusi təhlükəli yerlərdə çalışırıq. Və sizdən bir dənə xahişimiz var ki, müalicəni axıra qədər, yəni tam bitirəsiniz. Çünki bəzi hal vərəm elə bir xəstəlikdir ki, yəni ilk 1 ay, 2 ay dərman içəndən sonra artıq insanlar özündə yaxşılaşma hiss eləyirlər, simptomlar itir, öskürək kəsilir, qızdırma düşür və ondan sonra insan istəmir dərman içməyə. Bu tamamilə normal bir şeydir. Həm dərmanlar biraz insanın halında dəyişiklik yarada bilər, halsızlıq yarada bilər, əlavə təsirləri ola bilər. Ona görə istəmirsən dərmanı içməyə. Amma ən vacib bir nöqtə ondan ibarətdir ki, yəni siz əgər dərmanı müalicə müddətinin sonuna qədər içməsəz, siz təkrar xəstələnəcəksiniz. Yəni bu çox vacib bir yerdir. Yəni ona biz adətən fikir vermirik. Yəni bu çox incə bir məqamdır. Yəqin ki, sizin də aranızda təkrar xəstəliklər var, xəstələnənlər var. Yəni neçə nəfər burada artıq bir neçə dəfə proqram qəbul eləyir? Neçə nəfər var aranızda? Təkrar qəbul edirsiniz. Başqa? Siz də deyəsən arxada oturanlardan da təkrar qəbul edənlər var. Yəni o təkrar qəbul edirsinizsə müalicəni, demək ki,
bundan əvvəlki müalicədə hardasa zəiflik buraxmısınız, hardasa dərmanı yaxşı içməmisiniz, vaxtında qəbul eləməmisiniz. Yəni bu onun nəticəsidir. Yəni vərəm tam sağalan xəstəlikdir. Yəni vərəmi bir proqrama axıra qədər dərmanları qəbul edəndə vərəm tamamilə sağalır və ağciyərdə heç bir əlavə ağırlaşma, fəsadlar qalmır. Yəni bunu bir dəfəlik başa düşün. Yəni siz tam sağala bilərsiniz. Yəni bir proqramı, bir dərmanları axıra qədər, müalicənin axırına qədər içsəz, siz tam sağlam şəxslər olacaqsınız. Yəni bunu yadda saxlayın. Bəzən bizim yanlış bildiyimiz məlumatlar olur. Məsəl üçün deyirlər ki, vərəm sağalmır. Yəni el arasında belə yanlış fikirlər mövcuddur. Amma bu əsla belə deyil. Vərəm tam sağalan xəstəlikdir. Yəni bizim həkim yoldaşlarımız arasında da olub ki, vərəmə yoluxublar, xəstələniblər və müalicə alıb sağalıblar. Bugünkü gün bizlə müəssisədə işləyirlər bir yerdə. Ona görə də yəni bunu ağlınızdan çıxarmayın heç vaxt. Yəni siz tam sağalacaqsınız əgər müalicəni axıra qədər keçsəniz. Yəni müalicəni axıra qədər keçmək nə deməkdir? Yəni dərmanları içmək lazımdır axıra qədər. Yəni ola bilər bu 6 ay olsun, ola bilər 1 il olsun, ola bilər il yarım olsun. Yəni həkim nə vaxta qədər təyin eləsə sizin müalicəni o vaxta qədər mütləq şəkildə içmək lazımdır. Bəzən olur ki, məsəl üçün bu gün bu xəstəxanadasınız. İndi müəyyən bir müddətdən sonra siz biraz neqativləşəndən sonra sizi evə göndərəcəklər. Ancaq dərmanlarınızı evdə də içməlisiniz. Yəni bugünkü gün xəstəxanadasınız, dərman içirsiniz. Evə getdik, dərmanları saxladıq. Yəni o olmasın. Ola bilər ki, özünüzü yaxşı hiss eləyəcəksiniz, tam sağlam hiss eləyəcəksiniz, işdə görəcəksiniz. Amma vərəm bakteriyası elə bakteriyadır ki, ağciyərlərdə oturur və dərman onu zəiflədir, tam öldürmür. Tam öldürmür. Zəiflədiyinə görə bölünüb arta bilmir, orqanizmi zədələyə bilmir. Ona görə özünüzü yaxşı hiss eləyirsiniz. Elə bilirsiniz ki, sağalmısınız. Amma bir müddət dərman içməyəndən sonra bakteriya başlayır təzədən güclənməyə, artıb çoxalmağa və yenidən xəstələndirir insanı. Ona görə yəni ən vacib nüanslardan biridir. Ona görə özümə borc bildim ki, bunu sizə deyim. Yəni çox vacib bir məsələdir bu. Yəni çalışın ki, müalicə müddətinin sonuna qədər dərmanları qəbul edəsiniz. Çox sağ olun, təşəkkür edirəm. Əli həkim gözəl danışdı. Bəli, o müalicəni sona çatdırmaq üçün buna müalicəyə sadiqlik kimi deyirik. Buna yəni düzgün müalicənin axıra çatdırılması deyirik. Yəni biz çox yerlərdə olduq bu illərlə. Yəni biz artıq neçə illərdir bu qeyri-hökumət sektorundayıq. Deməli, bu təsisatda olan müddətdə ki, biz artıq öz sözümüzü deyən təşkilatlardan biri kimi nüfuzumuz da özümüzə görə artır. Yeri gələndə, yəni çox yerlərdə oldu. Bu arada yanaşmanın biri əgər müalicəyə sadiqlikdirsə, bəli, birinci növbədə budur. Eyni zamanda ikinci fəsad yarada bilən şey özünü müalicə var. Belə bir hal var. Yəni bəziləri kimdənsə eşitdiyi məlumatla, internetdən aldığı məlumatla, yəni belə olmaz müalicə eləmək. Bunu da nəzərdə saxlayın. Ancaq spesifik müalicə olmalıdır. Xüsusi vərəm dərmanlarına müalicə olmalıdır və birbaşa həkim fiziatrın nəzarəti altında olmalıdır. Bu əsas vacib şərtlərin ikincisidir. Nəyə görə? Öz başına dərman içmək də fəsad verir. Yəni elə bilərsiniz ki, burada bir ay, 5 ay, 6 ay yatandan sonra siz artıq sizə verilən dərmanları bilirsinizsə, hamı elə müalicə olmalıdır, məsləhət verəsiniz. Elə olmaz. Orqanizm spesifikdir. Hər orqanizmin özünün öz xüsusiyyətləri var. Yəni ona görə də çox adam ümumiyyətlə bir şeyi nəzərdə saxlayın. Vitaminlər də belə olsa, hər bir dərman özlüyündə zəhərdir. Yəni kimyəvi maddədir, bu zəhərdir. Dərmanı zəhərə çevirən, zəhəri dərmana, müalicəvi dərmana çevirən onun dozasıdır. Yəni o dozanı da ancaq həkim səlahiyyəti çatır təyin eləsin. Yenə deyim, ərvizdəki həmin bu şəkillərlə, broşuralarla bağlı. Orada təlimçinin danışdığı, həkimin dediyi bütün qısaca konspektləşdirilmiş formada var. Əlavə sual yaranarsa yenə bizə müraciət edə bilərsiniz, arxada detallar var. Və eyni zamanda məsləhət görə bilərsiniz. Bugün təlimdən nə öyrəndiniz, danışıqlarımızdan nə bildiniz? Yaxınlarınıza, kontaktlarınıza məsləhət bilə bilərsiniz. Kim istəsə müraciət edə bilər istənilən suallarla.